Salam əziz izləyicilər. Bugün sizinlə çox fərqli, bir o qədər də ləzzətli və qeyri-adi bir resept bölüşəcəyəm. İnanın ki, bunu bir dəfə etsəz, hər zaman edəcəksiniz. Keçən il bir dənə balaca banka etmişdim. İnanın ki, gələn qonaqlar üstündə dava saldı. Ona görə bugün daha böyük bir balon edəcəm. Qarpızı yeyəndən sonra qabıqlarını atmağa tələsməyin. Çünki bugün həmin qabıqlardan inanılmaz dərəcədə xırçıltılı və ləzzətli bir turşu hazırlayırıq. İlk növbədə təravətli qarpızımızı axar su altında yaxşıca yuyub təmizləyirik. Yuyulmuş qarpızı ehtiyatla ortadan iki yerə bölürük. Qeyd edim ki, turşuluq qarpızla mürəbbəlik qarpız eyni olur. Qabıq hissəsi qalın olan qarpızdan istifadə edirik. Qarpızımızın qırmızı şirin hissəsini daddıqdan sonra keçirik əsas məsələyə. Yaşıl qabıq hissəsinə. Qabığın ən kənarındakı tünd yaşıl və bərk qatını bıçaqla incə şəkildə soyuruq. Bizə lazım olan ağ və yüngül çəhrayı çaları olan bərk hissədir. Soyduğumuz qabıqları rahat doğraya biləcəyimiz ölçüdə hissələrə bölürük. Turşumuzun həm gözəl görünməsi, həm də eyni bərabərdə sirkəni canına çəkməsi üçün fiqurlu bıçaqdan istifadə edirik. Qabıqları kiçik tiyəli kublar şəklində doğrayıb böyük bir siniyə yığırıq. Görünüşü indidən çox iştah açıcıdır. İndi isə sıra gəldi turşunun ətirli tərkib hissələrinə. Təmiz quru şüşə bankanın dibinə əvvəlcə acı yaşıl biber, bir neçə diş sarımsaq, təravətli şüyüd, boyana çubuğu, cəfəri və istəyinizə uyğun olaraq digər ətirli göyərtilərdən istifadə edə bilərsiniz. Üzərindən doğradığımız qarpız qabıqlarını sıx şəkildə bankaya doldururuq. Aralarına yenə göyərti və sarımsaq atmağı ehmal etməyin. Bankanı doldurduqdan sonra üzərinə təbii sirkə tökürük. Mən sirkə olaraq üzüm sirkəsindən istifadə etdim. Siz evdə hazırladığınız sirkə varsa, ondan da istifadə edə bilərsiniz. Ardınca 2 xörək qaşığı duz əlavə edirəm. Duzunu artırıb azaltmaq sizə bağlıdır. Amma mənə görə 3 kiloluq bankaya 2 xörək qaşığı duz kifayət edir. Sonda isə bankanın ağzına qədər soyuq su töküb bankanın qapağını möhkəm bağlayıram. Suyu qaynadıram, daha sonra isə tam soymasını təmin edirəm. Ondan sonra isə bankaya tökürəm. Bankanı 1-2 dəfə yüngülcə çeviririk ki, duz və sirkə tam qarışsın. Budur, qışa hazırladığımız xırçıltılı qarpız qabığı turşumuz hazırdır. Sərin və qaranlıq yerdə saxlayaraq qışdan nuşla yeyə bilərsiniz. Resepti bəyəndiysəz videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik!